Hamınıza maraqlı olduğu üçün sizə mayanın hazırlanmasını göstərirəm. Bugün almadan hazırlayırıq. Almanın baxın ancaq yataq çöp olan hissəsini və gördüyünüz o quru yataq hissəsini kəsib atırıq. Almanı yumuruq. Onu da yadınızda saxlayın. Yumuruq, silmirik, təmizləmirik. Balaca hissələrə bölürük və bir təmiz bankaya ehtiyacım olacaq. Onun içərisinə yerləşdiririk. Mən əvvəlcədən, daha doğrusu dünən doğrayıb bu almanı fincana yerləşdirmişəm. Üzərinə də fincanın ağzına çıxana qədər su əlavə eləmişəm. Suyumuz krandandır. Filtr deyil, bir şey deyil. Krandan suyu əlavə edirik, soyuq suyu qoyuruq otaq temperaturunda. Baxın, bu cürə hala gəlir. Yayın istisidirsə, cırcırama vaxtıdırsa bu bir günə olacaq. Payızdır, qışdırsa, ola bilər bugün eləyəsiz, sabahı günü, günorta və ya axşam hazır olsun. İndi bu suyunu süzürük. Süzgəc götürək, süzgəcdən süzək. Alınan su, şirə, ən düzgünü budur. Almanın şirəsi suya çıxır və bu şirədə artıq fermentasiya getmiş olub. Burada belə loru dillə desək, orada olan o göbələklər artıq öz fermentlərini bu şirəyə buraxıblar və bizə də bu lazımdır. Maraqlanırsınızsa bir like atın və yaddaşda saxlayın. Videoya axıracan baxın, suallarınız olsa yazın, mütləq cavablandıraram. 3 qaşıqdan başlayacağım mən. Deməli 3 qaşıq həmin bu fermentli suyu götürürəm və bura əlavə edirəm. 3 xörək qaşığı suyun üzərinə bir xörək qaşığı, bir azıcıq təpəsi olsun, un əlavə edirəm. Əslində o təpənin çox və ya az olması unun növündən asılıdır. İstədiyiniz undan istifadə eləyə bilərsiniz. Ən yaxşısı isə birinci dəfə ağ undan istifadə edin, yəni əla növ undan istifadə edin və inanın ki, çox gözəl alınır. Və indi bunu qarışdırırıq. Gördünüz ki, çox durudur, unlar da müxtəlif olur. Bəzilərinin içərisində nişastası çox olur, bəzisinin içində zülalı çox olur. Yəni ondan asılı olaraq biraz çox və ya az lazım ola bilər un. Onu biraz da əlavə eləyə bilərsiniz, çox durudursa. Yəni ki, həmin o fermentli su çox olmalı deyil. Baxın, indi duruluğunu göstərəcəyəm. Mən qarışdırdım. O dəqiqə burada köpüklər əmələ gəlir. Çox yox, az. İri, baxın, fikir versəniz, görürsünüz və 5-6 dənə belə elə bil ki, hava qabarcığı var. Lakin bu hələ o deyil, yəni hələ maya deyil. Ona görə, üzr istəyirəm, ona görə bunu qeyd edirik. Bankamızın üstündə bir cızıq çəkin, flomasterlə və ya bir qələmlə, ruçkayla, nə ilə. Mən bir rezin götürüb salıram. Bir neçə rezininiz varsa elə rezindən istifadə edə bilərsiniz, kuçdan istifadə edə bilərsiniz. Yəni birinci günü belə qeyd edirik. Bu daha doğrusu heç birinci gündə deyil. Birinci günün sonunda baxacağıq, orada bir dəyişiklik var ya yoxdur. Üstünə bir qapaq qoyuram və ya katan parça varsa onu qoyub, onu da rezinlə belə dartın, bağlayın ki, oradan hava içəri girsin. Bizim fermentlərimizə hava lazımdır, su lazımdır. Bir də ki, un şəklində olan yeməklər lazımdır ki, onlar çoxalsınlar. Və qoyuruq qalsın. Sabahsı günü, yəni bir 12 saat keçdi üstündən götürürük və yenə də başlayırıq bunu yedirtməyə. Birincisi, ətri çox gözəl olur. Əgər biz bunu təkcə su və undan eləyiriksə, 5-6, hətta 6-cı günü hələ mayanın ətrini ala bilmirik. Onun belə xoş olmayan biraz iyi olur. Alma ilə isə çox ləzzətli alınır. Həm ətri, həm də ki çörəyiniz. Mən sizə gələn videoda göstərəcəyəm ki, həmin bu mayadan bişirəcəyəm. Görəcəksiniz. İndi baxın, vaxt keçdi. 12 saatdan çox vaxt keçib. Görürsünüz, duruluğu tamam başqa cürədir və mən qaşıqla qaldırdıqca orada qabarcıqlar iri görünür. Biraz yaxından gərək çəkəydim. Nəysə, yenə bir qaşıq və ya qaşıq yarım bura əlavə eləyə bilərsiniz fermentli suyumuzdan və bir qaşıq da un əlavə eləyib qarışdırırıq. Bu duruluq bir azacıq, elə bil çox oldu deyirəm, az oldu. Bura biraz da həmin o sudan əlavə eləyə bilərik və belə də qoya bilərik qalsın. Qatılığı o deməkdir ki, o biraz gec köpüşkənəcək. Gördüyünüz kimi rezinim qalıb aşağıda və bir barmaq yuxarıya qədər qalxıb.
Bankanın qıraqlarını təmizləyim ki, görə biləsiniz. Bir də yaxından göstərsəm əla olardı. Bir sutkadan artıq keçib də, artıq hazırladıq. Ondan sonra 12 saat keçdi. Gördünüz. İndi bir də üstünə həmin o sudan və undan əlavə edirəm. 3-cü günümüz olacaq. Cızıqlardan görəcəksiniz, saya da biləcəksiniz ki, neçə gün keçib və nə qədər artıb. Yenə bir qaşıq un və bir qaşıq duru suyumuzdan qatırıq. Su deyəndə ki, fermentli suyumuzdan qatırıq və yenə də örtürük. Baxın, artıq 3-cü günü nə qədər artıb. Qarışdırırıq yaxşıca, qoyuruq qalsın. Nəticədə sabahsı gün baxın bu qədər olur. Bəzən elə olur ki, köpük az olur. Onda bir qaşıq yox, 2 qaşıq əlavə eləyin. Həm fermenti, həm unu. Ola bilər ki, sizin qarışığınızın gücü çatmır, yemi çatmır. Ona görə köpüyü də, artımı da az olur. Mən cəmisi burada 4-cü gündə bu nəticəni əldə elədim. Digər un və su ilə hazırladığımızda 4 günə heç vaxt maya əmələ gəlmir. Meyvə ilə hazırladıqda əmələ gəlir və başqa baxın, köpüklər də göstərmək istəyirəm sizə ki, nə qədər köpüşkənir. Bunu 1 saat, 2 saat da saxlasaz, daha da iri-iri, deməli, o köpüklər əmələ gələcək. Yəni, nəticə daha yaxşı olacaq. İstəyə görə yenə də üstünü artırıb, artıq soyuducuya yerləşdirə bilərsiniz. Bu 4 günü, bu 3 günü, birinci 3 günü elə masanın üstündə qoyuruq qalsın və ya pəncərənin qırağında qoyuruq qalsın. Baxın, artıq bu mayanın gücü çatar ki, blinçik hazırlayasınız, pirajki hazırlayasınız. Xəmiri yumşaq olmalıdır pirajkinin, əgər xəmir tutacaqsınızsa. Lakin çörək üçün biraz zəifdir. Ona görə mən indi sizə göstərəcəyəm ki, buna necə çörək üçün, yəni sabah bişirərəm mən çörəyi. Bugün bunu gücləndirməliyəm ki, sabaha onun gücü çatsın mənim çörəyimi qaldırmağa. Ona görə bura süd əlavə eləyəcəm və un əlavə eləyəcəm. Qeyd etmək istəyirəm ki, hələ işlətmək istəmirsinizsə, onun üzərinə su və un əlavə eləyərək qarışdırıb soyuducuda saxlaya bilərsiniz. Qoymursunuz ki, qalsın, turşusun. Bir söz demək istəyirəm, əgər görürsünüz ki, siz bəlkə səhvən artıq tökmüsünüz üzərinə su və ya süd və ya hər nə isə mayanızın suyu üzünə çıxıb, o suyu mütləq boşaldın. Üstündən boşaldırsınız, biraz un əlavəsi eləyirsiniz. İndi görürsünüz, mənim masamın üstündə 2 banka var, hər ikisində də maya var. Yəni maya çoxdur və mən mütləq bu təzə mayadan daha doğrusu çörək bişirəcəyim sabah. Onsuz da məndə maya var. Və bunu işlətmək üçün mən bunun üzərinə indi süd əlavə elədim. Baxın, siz saxlayacaqsınızsa, o hələ qalacaqsa, heç nə bişirmirsinizsə, belə etmirsiniz ha. Hesab eləyin ki, mən bunu başqa bir qaba boşaltdım bir hissəsini və üstünə süd əlavə elədim. Göstərmək istəyirəm ki, belə cavan, belə deyək də, körpə mayadan da çörək bişirmək olur. Üzərinə süd əlavə elədim, unu əlavə elədim, qarışdırdım, qoyuram sabaha qədər qalsın. İstəyirsiniz soyuducuda, istəyirsiniz masanın üstündə və sabah sizinlə çörək bişirəcəyik. Bugünlük isə sizinlə xudahafizləşirəm. Şərqiyə xanımdan bu qədər. Gələn videolarda görüşmək üzrə. Ruzu bərəkətiniz bol, canınız sağlam olsun. Xudahafiz.